Güclü, karyerası olan, işləyən, özü pul qazanan qadınları dəstəkləyirsiniz, yoxsa Dəstəkləyirəm, öz yerini bilirsə. yeri haradır? Kişidən sonradır. Sizcə kişi qadından üstündür? Bəli. Ola bilər mən konservatoram, yaşım Buyurun, 50-dən buyurun. keçib. Amma nə qədər qadın görmüşəm, düşünürəm ki, kişi ilə qadın arasında olan münasibət normal olmaq üçün kişinin karyerası, qazancı, sosial vəziyyəti, işi gücü həmişə üstün olmalıdır. Bunu psixoloji tərəfdən necə izah edirsiniz? Kişi qorxur ki, lazımsız olur. Tərəfdən psixoloq izah edə bilər. Mən psixoloq deyiləm xanım. Amma Biraz- mən bilən belədir. Amma kobud cavab verdiniz biraz. Yox, kobud yox, psixoloq deyiləm. Mən psixologiyadan danışmıram. Psixoloq kimi cavab vermədim də sizə dedim ki, psixoloji cəhətdən Psixoloji cəhətdən müxtəlif anlayışlardır. başa düşdüm. Psixoloji cəhətdən problem odur ki, qadın öz yerini bilmirsə, onun kişi ilə münasibəti qeyri-mümkün bir şeydir. Alınmayacaq o. Qadının yeri yer necə yeri ola bilər də? Kişinin də yeri var. Alın ki, məni indi dindirən də qadındır. Mənlə danışan da kişidir. Hərəmiz onsuz öz pozisiyamızdan danışacağıq. Dəstəkləmirsiniz. Okay, başa düşdüm. Bəs xanımınızı işləməyə qoyardı? Xanımım işləyir. Sizdən az qazanıram. Bəli. Çox qazansa qoymaz. Yox. Ümumiyyətlə qadınlara bir seçim verilirsə, ailə yoxsa karyera, ilk növbədə hansını seçməlidirlər? Ailəni. Qadının rolu həyatda uşaq dünyaya gətirməkdir. O qədər görürsüz qadının rolunu. Bəli, bəli. Bu Cəmiyyətə uşaq gətirir, yoldaşına baxır. Ailə vacibdir. Karyeradan vacibdir qadın üçün.